Hə, İsveçrədəyik. 4200 kilometr yol sürdüm. Əslində balaca bir dənə stulum var idi. Onu gətirib oturub belə rahat çəkəcəkdim bu videonu yadımdan çıxıb gətirmə. Ona görə qarşınızda belə dayanacağam. Deməli 4200 kilometr yol və nəhayət ki arzuladığım ölkəyə, arzumda olan maşınla birlikdə səyahət. Yəni arzuladığım bir tripi arzuladığım ölkəyə etdim axır ki. Asan da olmadı. Düzdür, Teslanın üstünlükləri sayəsində müəyyən qədəri tək gəlməyimin barteri oldu. Çünki avtopilotdur, sürət nişanlarını görməkdir və s. bunlar hər biri artıq mənə çox böyük köməklik oldu. Yəni onlar olmasaydı çox yorğunluq olardı. Çünki dayanmadan hətta 3 gün təxmin olaraq 3600 kilometrə yaxın məsafəni sürdüm mən. İtaliyaya çatanda artıq Florensiyada, indi Instagramdan izləyənlər də storylərdən artıq rahat şəkildə gördü. Florensiyada artıq 2 gecə dayanıb istirahət etmək lazım idi və istirahətimizi elədik. Ondan sonra nəhayət ki İsveçrə. Mən sizə bu videoda sizin verdiyiniz bütün sualları cavablandıracağam. Çünki günlərdir ki sizlər ancaq Instagramda mənə suallar yazırsınız. Düzdür, bəzilərini cavablandıra bilirəm, bəzilərini çatdıra bilmirəm. Çünki mən özüm təkəm və maşını sürürəm. Həm sürüb, həm cavablandırmaq bu artıq biraz alınmır. Amma bütün suallarınızın hər birini özümdə qeyd eləmişəm telefondakı. Bu videoda artıq sizin suallarınıza həm də bir cavab verəcəm. Amma videoya başlamamışdan öncə mən bu proyektdə mənə dəstək olan şəxslərə xüsusi olaraq təşəkkür eləmək istəyirəm. Xüsusi onların adlarını vurğulamaq istəyirəm. Fərid Rəsuldur, Fəxri Əsədovdur və Kamran Əsədovdur. Mən onların hər birinə xüsusi təşəkkürümü bildirirəm ki, onlar bu məsələdə, yəni bildikləri, təcrübədə olduqları bütün yəni hər bir məsləhətlərini verdilər. Amma mən bundan əlavə də təbii ki bizim sponsorlarımıza da xüsusi təşəkkürümü bildirmək istəyirəm. Onların çox böyük rolu var. iVolt şirkətidir. iVolt şirkətini artıq sarı loqosu ilə və enerji doldurma stansiyaları ilə artıq hər kəs tanıyır və iVolt şirkəti mənim bütün proyektlərimdə maksimum dərəcədə yaxından iştirak edir və dəstək olur. Daha sonra Caspian Breeze Travel şirkətidir. Bizim bu səyahətin bütün planlamasını eləyən, bizə dəstək olan travel şirkətidir. Ona da mən öz minnətdarlığımı bildirmək istəyirəm. Bir hissə layihəsidir. Bir hissə layihəsi Kia və Hyundai ilə bağlı bütün ehtiyat hissələr, yeni işlənmiş, hər birini yəni əldə edə biləcəyiniz, onlayn axtara biləcəyiniz bir portaldır. Bir hissə.az portaldır. Daxil olub siz də baxa bilərsiniz. Bir də onu Instagramda vurğulamışdım. Burada da bir daha vurğulamaq istəyirəm ki, pultlu maşın bizim loqomuz ən axırda görürsüz. Onu da siz izləyicilərə görə mən vurmuşam. O loqonu da ki, siz izləyicilər olmasaydınız, təbii ki, pultlu maşın olmazdı və biz bu yerlərə qədər gəlib çıxmazdıq. Hər birinizə minnətdaram. Keçək videomuza. Sizin suallarınızı ümumi şəkildə cavablandıracağam. Çünki qeydlərimi aparmışam. Bakıdan başlayaq. Laf əvvəldən. Birinci növbədə çalışın qış şəraitində gedirsinizsə qış təkərləri mütləqdir. Misal üçün bizim indi qış təkərlərimiz Linglong. Ətraflı danışmayacağım. Öncəki vloqda var. Buralarda bir yerdə belə nazik çıxacaq. Səhv olmasa burada olacaq. Ora daxil olub qış təkərləri ilə bağlı baxa bilərsiniz. Özün necə göstərdi deyə sorsanız ideal, çox möhtəşəm. Təkərlərin təzyiqlərini 2-yə endirmişəm. Və hazırda gördüyünüz bu qarlıq ərazidə bayaqdan sağa sola sürürəm yer axtarmaq üçün. Yəni 1 qram da incitmədi məni. Sürüşmə, batma və s. heç nə olmadı. Çox idealdır. Təkərləri dəyişdikdən sonra təbii ki ikinci proses nədir? Avtovoz məsələsi. Quru sərhədlərimiz bağlı olduğu üçün avtovozla avtomobili ölkədən ixrac eləməliyik. Gəlirsiniz meyvəliyə. Meyvəlidə boş avtovozlar var. Həmin boş avtovozların sürücülərinə yaxınlaşsanız daha ucuz başa gəlir sizə və onlarla danışıb 5 aşağı 5 yuxarı hətta indirim filan da elətdirib və salam maşın yola çıxır. Bir günə növbə olsa, yollar pis olsa 2 günə gəlib çatır. Geri qayıtmaq artıq biraz fərqli olur. Təxmini belə deyək də, ixal-ixrac məsələlərinə hamısına birlikdə 700 manatdan yuxarı, yox, 800 manata yaxın xərcini çıxır hardasa, ikisi bir yerdə. İndi bəziləri deyəcək ki, yox, 100 dollardır, 200 dollardır. Qardaş, mən də bilirəm də 100 dollar, 200 dollardır. 100 dolları aparır, 200 dollara gətirir. Əlavə sənədləşmə işləri də var. Hələ bir şlaqbaumun açılmasına da 100 manat verirsən. Ona 100, buna 100 elə gəlib 700-800 manat çıxır da. Yəni mən ümumi olaraq hesablayıram iki tərəfi hesabladıqda. Sığorta mütləq şəkildə alın. Gürcüstana təyyarə ilə gedirsinizsə, çox cüzi bir rəqəmi 7 dollara özünüz üçün səyahət sığortası alırsınız. Maşın üçün də ayrıca, altda bir dənə link yerləşdirəcəm. Maşın üçün də ayrıca bir dənə sığorta almalısınız. Çünki sizin yaşıl sığortanız Gürcüstanda keçərli deyil. Türkiyə, Yunanistan və digər ölkələr üçün isə yaşıl sığorta kifayət eləyir. Bütün ölkələrə girişdə bunu yoxlayırlar. Mütləq şəkildə almağınız məsləhətdir. Qiymətlər dəyişir. Mən 60 manata aldım, səhv eləmirəmsə, belə yadımda qalıb. İsveçrə rutu necədir? Gürcüstan, ondan sonra Türkiyə, Yunanistan, Yunanistandan gəmi ilə keçirsiniz İtaliyaya, İtaliyanın bu başından o biri başına sürüb gəlirsiniz və Komodan keçirsiniz İsveçrəyə. Məncə Komo daha rahatdır deyə düşünürəm. Bir çoxları da bunu deyirdi. Yaxşı, bu yolda bəs
Bəs EDM-lər necə oldu? EDM-lər yaxşı oldu. EDM-lər Gürcüstanda bir dəfə enerji dolumu kifayət edir. Biz birinci Trabzonda qaldıq. Tiflisdən birbaşa olaraq Trabzona getdik. Hardasa Kutaisi yaxınlığında bir EDM-də saxladıq. Elə də baha deyil idi. Təxmin olaraq 20 manat civarında bir qiyməti var. EDM-ləri necə tapırsınız? EBETA Route Planner var. EBETA Route Planner. Hər videoda, hər dəfəsində mən bunu deyirəm, bu proqramı. Düzdür, bizim ölkədə müəyyən limitlə işləyir, amma bizim ölkədən çıxdınız, misal üçün Gürcüstanda da limitli işləyir. Türkiyədə artıq tamamilə bütün funksiyonallıqları ilə işləyir. Ona görə çox rahat işlədə bilərsiniz. Rutunuzu göstərir. Maşına mütləq şəkildə sinxronlaşdırın proqramı. Sinxronlaşdırmasanız dəqiq göstərməyəcək. Sinxronlaşdırın, maşında da internet olsun, proqramda da internet olsun və sinxronlaşdıqda dəqiq olaraq sizin rutunuzu, stansiyaları və s. hamısını göstərir. Hətta bir müddətdən sonra siz görəcəksiniz ki, EBETA Route Planner özü sizə applicationların linkini də göndərir ki, baxın bu stansiyanı işlətmək üçün bu applicationdan istifadə eləyin. Maşında internet dedim, yadıma düşdü. Əgər maşınınızda SIM kart varsa, onu daxil olub operatorun proqramından roaming xəttinə keçirdə bilərsiniz və roaming internet alıb istifadə edə bilərsiniz. Misal üçün mən aldım. Gürcüstanda, Türkiyədə işlədi. Təəssüf ki, Yunanistanda, İtaliyada işləmədi. Bilmirəm niyəsə qoşulmadı. Amma İsveçrədə hazırda ideal işləyir, çox möhtəşəm işləyir, çox ləzzət elədi həqiqətən. Yəni bu məsələ də yadınızda olsun. Türkiyədəki EDM-lər inanılmaz dərəcədə zəifdir. Ən maraqlısı odur ki, misal üçün gətirib quraşdırırlar 300 kW-lıq EDM və 300 kW-lıq EDM üçün də sizdən ödəniş alırlar. Misal üçün 80 qəpik, 90 qəpik bu formada. Bunun ödənişini sürətə görə alırlar ki, daha sürətlidir, daha yaxşıdır, mən səndən daha baha. Ancaq yükləyəndə görürsən ki, 70-90 kW verir, yəni bütün adam əsəb olurdu orada. Ona görə bu nəzərinizdə olsun. Türkiyədə ümumilikdə 6 dəfə mən EDM-dən istifadə elədim. 4 dəfə İstanbula gəlib çatanacam, Trabzondan, yəni İstanbula gəlib çatanacam. Hər bir ortalama 28-30 manat civarında, yəni təxmini də gəldi çıxdı. Ümumi 6 dəfəsini hesablayanda 200 manat deyək də hardasa. Çünki ümumilikdə 4 dəfə İstanbula çatana qədər, 2 dəfə də İstanbuldan Yunanistana gedəndə, Türkiyənin çıxana qədər 2 dəfə də orada istifadə elədim. Daha sonra Yunanistan keçid məsələsi. Yunanistana keçiddə Türkiyə tərəfi o qədər də ciddi deyil, amma Yunanistan tərəfi əməllicə maşını yəni söküb tökdülər. Qabaq baqajı, arxa baqaj, alt, üst filan nə istəsən, yəni çamadanları açıb tökür yerə kimi məsələlər olur. Ona görə nəzərinizdə olsun. Yunanistana girdi. Yunanistandan bu başından digər başına xüsusi məqam təsəvvür edin. Ödənişli yol gedir. Hər dəfəsində də xüsusi türklər demişkən gişələr qoyublar, şlaqbaumlar belə deyək də qoyublar. Yaxınlaşırsınız, kartla ödənirsiniz, viqnet almağa ehtiyac yoxdur. Kartla ya nəqd ödənişi eləyirsiniz, daha çox üstünlük nəyəsə görə nəqdə üstünlük verirlər. Ona görə üstünüzdə mütləq şəkildə nəqd pulu olsun. Məndə misal üçün kartla bağlı problem yaşandı. Yaxşı ki, nəqd pul götürmüşdüm. Ümumilikdə hardasa 30 avroya yaxın pulunuz çıxır. Yəni Yunanistanı çıxana qədər. Ödənişli yol ideal, çox möhtəşəmdir. Yolda bəzən təmir işləri gedir, amma təmir işlərində elə düzəldiblər ki, konusları filan. Sən oradan 130 ilə keçirsən, heç orada təmir getdiyini belə hiss eləmirsən də. Sürət həddi 130-dur. Radarlar həddindən artıq azdır. Rahat sürmək olur 130-140. Təbii ki, yüksək sürətlə sürdükdə də artıq enerji sərfiyyatı da çox olduğuna görə Yunanistanda 3 dəfə enerji dolumu elədim və hər birdə ortalama 70-80 manat civarında oldu. Bu da ümumi rəqəm 220 manat elədi və Yunanistanın o ödənişli yolunun ən böyük problemi də odur ki, yol kənarında visi yoxdur, nə yeməyə, içməyə, istirahət eləməyə yer yoxdur, nə yedeyim yoxdur, hətta stansiya falan heç nə yoxdur. Siz əgər enerji dolumu eləmək istəyirsiniz və yaxud da visiyə getmək istəyirsinizsə, mütləq şəkildə ödənişli yoldan çıxmalısınız, hansısa kəndə gəlməlisiniz ki, orada işinizi görüb təzədən geri qaydasınız. Təsəvvür edirsiniz, bu formadadır. Biz mütləq şəkildə çatmalıydıq Igoumenitsi portuna, şəhərinə. Bu port şəhərdir, oradan gəmilər İtaliyaya keçir. Və o həmin port şəhəri nəyə görə çatırdım? Mən gəmi ilə İtaliyaya keçməli idim. Hava dəhşət soyuqdur, ona görə mənim əlim dözmədi. -8-dir, ancaq hiss edirəm ki, məncə artdı, çünki günəş də batıb. Igoumenitsi portuna çatmalıydıq və bu portda biz maşınımızı mütləq şəkildə göndərməli idik İtaliyaya. Göndərməli idi deyəndə, yəni özümüz də həmin gəmi ilə gedirik. Bizim gəmimiz saat 12-də idi. Təbii ki, 2 saat əvvəlcədən biz artıq gəmiyə çatmalıyıq ki, yerbəyer olsun, sənədləşmə filan bu şeyləri görək. Və gəlib çatdıq biz Igoumenitsiyaya. Oradan İtaliyaya keçdik gəmi ilə. Gəminin qiymətləri, deməli, bir nəfər üçün əgər təksinizsə, maşınınız yoxdursa, təxmin olaraq 70 avrodan başlayır. Siz 70-80 avronu verirsiniz, amma oturacaqdır. Gəmi gedir minimum 10 saat, maksimum 21 saatdır səhv eləmirəmsə və o oturacaq inanılmaz dərəcədə narahat. Ona görə mən məsləhət görmürəm. Açığı bizə Caspian Breeze Travel şirkəti kupe götürmüşdü. Kupe 4 nəfərli idi. Kupelerin qiymətləri deməli, səhv etmirəmsə 240 avro olmalı idi. Ancaq maşın olmadıqda, maşın hardasa 70 avrodur da, belə deyim də. Maşın da əlavə bir insan kimi sayılır və 70 avrodur. Onun da bir dənə saytını yazacağam mən sizə. Daxil olub, yəni rahat baxa bilərsiniz onun da saytına. Sonra İtaliyaya keçdik. İtaliyaya keçəndə bir sərhəd polis yoxlanışından keçirik. Nəyisə görə Teslalara üstünlük verilir. 2 dənə gəmidən Tesla düşdü.
ikisini də yəni rahat şəkildə buraxdılar. Heç yoxlanış da eləmədilər. Telefon düşmüşdü əlimdən. Əlcək sensoru götürmür deyə bir barmağımı çatdan ayırdım. İtaliyaya daxil olduq və 30%im qalmışdı. Dedim belə 30%i biraz sürüm. Yolda hardasa EDM görsəm saxlayaram da və elə də elədim. 9%im qalmışdı. Bir də EDM-də saxladım və təsəvvür edirsiniz sistem tamam fərqliymiş onlarda. Və proqramı yükləməyə çox çətinlik çəkdim. Hansısa 1 saata yaxın vaxtım getdi. Çünki İtaliyada sistem necədir? Kimsə gətirir, stansiyanı quraşdırır. Deyir, qardaş, bax stansiyanı quraşdırdım və bir növ belə deyək, arendaya verir həmin stansiyanı. Şirkətlər də gəlir o stansiyaya qoşulur və hər bir proqramında fərqli tarifləri olur. Qeydiyyatdan keçsən ayrı, keçməsən ayrı, belə deyək də üzvlüyü götürsən ayrı, xarici vətəndaşa ayrı və İtaliyada proqramların bir mənfi cəhəti var ki, Türkiyədə də əslində müəyyən qədər yaşadıq o şeyi. Yerli sakinlərin qeydiyyatı daha rahatdır. Yəni turistsənsə biraz çətinlik çəkirsən. Ona görə yəni biraz xeyli çətinlik çəkdim, amma application'ın adını yazacağam. Qeydiyyata ehtiyac yox idi, rahat yüklədik. İtaliyada 2 gecədə qaldım və İtaliyadan çıxana qədər olan hesablamanı deyirəm. 6 dəfə dolum elədim. İtaliyan yolları da sürətlidir, 130-140, amma sizə deyim ki, İtaliya yolları biraz yordu. Çünki İtaliyada inanılmaz dərəcədə çox tır var. Tırlardan ehtiyatlı olmaq lazımdır. Çox pis sürürlər. Ümumiyyətlə İtalyanlar maşınları çox səliqəsiz sürürlər, amma yenə də yola vermək olur da, belə deyim də. Ortalama İtaliyada 480 manat hardasa enerjiyə pul verdim. Çox baha idi İtaliyada qiymətlər. Hətta birinə 92 manat vermişdim. Sonra keçdik İsveçrəyə. İsveçrədə hələ ki bir dəfə enerji dolma eləmişəm. İsveçrədə isə inanılmaz rahatdır. Yaxınlaşdınız enerji doldurma məntəqəsinə, taxdın, kartı post terminal oxutdun, özü üçün vəsə başlayır orada zaryadka eləməyə. Bu dərəcədə sadə. Və 70 manat idi. Dünənləri mən bir enerji dolumuna elədim. Bahadır. İsveçrədə də bahadır. Təbii ki, İsveçrədə də adamlar frankla yaşayır. Deməli yollardan danışım mən sizə. Düzdür, enerji dolumlarını danışarkən bunları dedim. Türkiyənin birinci növbədə pullu yollarından danışım. Sizə PTT-dən gedib bir dənə çek almağınız istənilir ki, gedib həmin çeki maşına yapışdırırsınız və rahat formada keçirsiniz filan. Yəni buna ehtiyac yoxdur açığı. Yeni sistemdə HGS. Maşınınızı sürün getsin. Sizə cərimə gəlmir onsuz da. Saytı qeyd eləyəcəm. Daxil olursunuz, öz maşınınızın nömrəsini qeyd eləyirsiniz və orada sizin nə qədər borcunuz olduğunu yekunda görürsünüz. 15 gün ərzində ödəsəz cərimə yoxdur. Yəni nədirsə onu da ödəyəcəksiniz. Yox ödəməsəz artıq cərimələnəcəksiniz. Təbii ki, həmin saytda bir də tək yollar yox, həm də radarınız, cəriməniz varsa onu da göstərir. Türkiyədə varsa 20-25 manat ümumilikdə Türkiyənin çıxana qədər ödənişli yola pul verdim. Yunanıstana keçirsiniz. Yunanıstanda artıq hər şlaqbaumda kartla nəqd və yaxud da ödəniş eləyirsiniz. Amma Yunanıstanda hardasa 30 avro civarında pulum çıxdı. Hər dəfəsində şlaqbaumlara ödəniş eləyə gedirsiniz. Gəlirsiniz İtaliyaya. İtaliyada sistem biraz fərqlidir, daha rahatdır belə deyim. Pullu yolun girişində bir dənə uzun çek götürürsüz. Mənim o biri vloqlarımdan görəcəksiniz. Çeki götürəndən sonra gedirsiniz rahat. Heç yerdə dayanmırsınız. Bir də axırda, ən axırda. Mən misal üçün Baridən götürdüm ölkənin ən aşağısından. Getdim Florensiyaya. Florensiyaya çıxışda o çeki verdim və ödənişimi elədim. İtaliyada ödənişli yollara 50 avro xərcim çıxdı. İsveçrədə isə vinyet almalısınız. Onlayn vinyet saytı qeyd eləyəcəm. Daxil olursunuz həmin sayta və maşınınız üçün əvvəlcədən vinyet alırsınız. Nömrənizi yazırsınız və nömrənizə bağlı olan vinyet gəlir elektron olaraq. Mən biraz gecikdim deyə bilmədim indi cərimə oldum ya yox. 50 avro verdim. Bilmədim ondan aşağı olurdu ya yoxdur. Elə tələm-tələzi tez bazar aldım vinyeti ki, bəlkə cərimə gəlməz inşallah. Ona görə inanmıram ki, problem olsun. 1 illik idi. Minimum 1 illik gördüm. Yəni ondan aşağı görmədim. Yəni bu formada İsveçrədə alırsınız. İsveçrə yolları inanılmaz rahatdır. Ödənişli yolun harda başlayıb, harda qurtardığını bilmirsiniz. Kadrlardan gördüyünüz indi yollar ki var. Həmin yollar təsəvvür eləyin saatda 100 km/saat sürətli limiti. Yolda bir də olsa qar, buz filan görməzsiniz. Açırlar yolları. Hamısı tərtəmiz olur. Belə qarlıq ancaq yoldan kənarda yerlərdə olur. Ona görə problemsiz sürə bilərsiniz. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Sizlərin bütün suallarını bu videoda cavablandırmağa çalışdım. Əlavə yenə də cavablandırmadığım hansısa suallar varsa mütləq şəkildə yazın şərhlər bölməsində və sizin dəstəyiniz mənim üçün çox vacibdir. Ona görə videomu bəyənməyi, dostlarınızla bölüşməyi çox xahiş edirəm. Unutmayın. Bakıda görüşərik.